Fərhad adında çox şərki bir adam var idi. O, qonşusu Namiqi şərləməyi fikirləşirdi. Evinə gedib desin ki, qoynumu, inəyimi, toyuğumu oğurlayıblar deyə fikirləşirdi. Və bunu edəndən sonra isə ondan çoxlu pul almağı fikirləşirdi. Və bir axşam bunu edir. Qonşusu Namiqin qapısını açır, tövlənin qapısını açan sonra inəyin, toyuğunun hamısını ora aparır və sonra isə tövləyə salır. Qapısını örtür və gedir. Evinə deyir ki, ay camaat, kömək eləyin, qoynumu oğurlayıblar, deyir. İnəyimi oğurlayıblar, toyuğumu oğurlayıblar. Camaat yığışır gəlir. Hə, nə olub? Fərhad, qoyunun, inəyini kim oğurlayıb? Kimdən şübhələnirsən? Fərhad deyir. Mən qonşum Namiqdən şübhələnirəm. Camaat deyir. Nə? Ondan şübhələnirsən? O çox yaxşı adamdır. Ondan niyə şübhələnirsən? Onun sadəcə hamıya köməyi toxunub. Heç kimə zərəri yoxdur. Fərhad deyir. Yox, o oğurlayıb. Gəlin gedək görək. Camaat deyir. Yaxşı, gəlin gedək görək ki, bu Fərhad mı oğurlayıb, sən mi yalan danışırsan, yoxsa biz mi doğru deyirik? Camaat gedir. Namiqin qapısını döyürlər. Və Namiq ayağa durub qapını açır. Deyir. Ay camaat, nə olub? Niyə gəlmisiniz? Camaat deyir. Ay Namiq, xəbərin var? Fərhadın qoyununu, inəyini, toyuğunu oğurlayıblar. Namiq deyir. Nə? Kim oğurlayıb? Niyə oğurlayıb? Nə vaxt oğurlayıb? Fərhad deyir. Yalan danışma. Sən oğurlamısan. Sən. Yalandan edir. Ay camaat. Elə eləyir ki, güya heç nə oğurlamayıb. Amma hər şeyim tövlədədir. İnəyim, qoyunum, toyuqlarım hamısı tövləyə salıb. Namiq deyir. Nə bilirsən bəs? Mən salmışam, etməmişəm axı. Fərhad deyir. Ay camaat, inanmırsınız, məndən bir tövləyə gedək görək. Qapını açaq. Orada mənim inəyim, qoyunum, toyuğum varmı? Namiq deyir. Yaxşı ay camaat, gəlin gedək. Tövləni açırlar və tövlədə Fərhadın inəyi, qoyunu, toyuğunu görürlər. Və deyirlər. Ay Fərhad, sən düz deyirsənmiş. Namiq, sən bizə niyə yalan danışmısan? Fərhadın qoyununu, keçisini, inəyini niyə oğurlamısan? Hə? Bunu deyə bilərsən? Nə? Qoyunu, keçisini axı mən oğurlamamışam. O mənim üzərimə şər atır. Camaat deyir. Gözümüzlə gördüyümüzdən inanaq, yoxsa sənin sözlərinə? Sənin sözün yalandır. Fərhadın sözü doğrudur. Ay camaat, nə olar mənə inanın. Camaat, mənə bircə həftə verin. Mən özümü həqiqətən oğurlamadığımı deyəcəm. Bildirəcəm, sübut tapacam. Nə? Camaat deyir. Fərhad da fikirləşir ki, onsuz da bu tapanmaz. Nə tapacaq? Heç nə yoxdur. Ondan sonra Fərhad da deyir, razılaşır. Sən əgər bunu tapa bilməsən, mənə 100.000 manat verməlisən. Əgər verə bilməsən, aylıq da verə bilərsən. Necə? Namiq deyir. Verməlisən da, mən o qədər zəyər vurmusan. Mən səni indi bağışlaya bilmərəm. Namiq deyir. Yaxşı, ay camaat, sözüm sözdür. Əgər mən bunları edə bilməsəm, Fərhadın pulunu verəcəm. Fərhad deyir. Ay camaat, kömək eləyin. Evimə aparım, qoynumu tövləmə salım. Və aparırlar. Camaat kömək edir Fərhada, qoyununu, inəyini, toyuğunu aparır öz evinə. Sonra da Fərhad pul xəyalları qurur və Namiq də fikirləşir. Görəm mən indi nə edəcəm?